Günaydın değerli izləyicilərimiz, xoş gəldiniz. Gün başladı, artıq başladı. Tam da zamanda bizi izləyirsiniz. Çünki yaxın bir saat ərzində çox faydalı söhbətlərimiz olacaq. O da ki, diqqətiniz bizdə olsun. Fəsillərin dəyişməsi ilə əlaqədar olaraq təbii ki, biz xanımlarımızın üzlərində bir çox problemləri qabarıq şəkildə bizi narahat edir və düşündük ki, bugün faydalı olaq hər birimizə, özümüzə çəki düzən verək və bu sahədə olan dəyərli xanımlarımızı dəvət etdik ki, bizə yol göstərsinlər. Yeri gəlmiş ki, bir ipucu verim ki, irəliyən dəqiqələrdə çox maraqlı bir maskanın hazırlanmasını sizə təqdim edəcək bizim həkim kosmetoloqumuz. Madam ki, artıq ipucunu da verdim, anonsunu da etdim, düşünürəm ki, onları dəvət etməyin zamanı gəlib çatıb. Bizim dəyərli Günel Hacıyeva gələcək həkim kosmetoloq olaraq dəfələrlə proqramımızda iştirak edib. Xoş gəldiniz, necəsiniz? Xoş gəldiniz. İstəyirsiniz əyləşin, daha sonra söhbətimizə başlayarıq. Və ilk dəfə olaraq gün başladı proqramın özəl qonağı Face Fitness mütəxəssisi İnari Abbasova gələcək. İnari xanım, xoş gəldiniz. Gəlin. Bilirəm, bugün çox həyəcanlısınız, ilk dəfədir proqramımızdasınız. Buyur, əyləşin zəhmət olmasa. Bugün gözəl xanımlarla bərabərik və təbii ki, söhbətimizin əsnasında proqramımıza bir xüsusi bir gözəllik qatmaq üçün təbii ki, sənətçi qonaqlarımız da gəlir. Ah, bu sevda, gəlsin sevda. Düşünürəm ki, mahnı ilə gələcək. Xoş gəldin əzizim, gəl gözəlim. Sabahınız xeyir. Mahnı ilə başlayırıq, daha sonra isə söhbətimizə keçəcək. Mən də çayları hazırlayayım. Xoş gördük. Hadi oradan hepsi palavra. Gönül bu söz dinlemez ama aptal değiliz ya. İhaneti giymişsin, üzerine yakmışsın yalancı. Ateşinle aşkın gözü kör sanmışsın ama çok yanılmışsın. Artık yabancısın. Benim için sonu belli çoktan. Hikayemizin hiçbir şey kalmadı aramızda acıdan başka. Sevgiymiş, aşkmış, hadi oradan hepsi palavra. Gönül bu söz dinlemez ama aptal değiliz ya. İhaneti giymişsin, üzerine yakmışsın yalancı. Ateşinle aşkın gözü kör sanmışsın ama çok yanılmışsın. Artık yabancısın, benim için sonu belli çoktan. Hikayemizin hiçbir şey kalmadı aramızda acıdan başka. Oba! Ateşinle aşkın gözü kör sanmışsın ama çok yanılmışsın. Artık yabancısın, benim için sonu belli çoktan. Hikayemizin hiçbir şey kalmadı aramızda acıdan başka. Baba! Ay, ne gürültülü, böyle bir coşkulu bir mahnıydı. Xoş gəldiniz. Xoş gördük, sabahınız xeyir olsun. Qonaqlarımızı və bizə baxan hər kəs salamlayıram. Yatmışlar da var idi, sahar hamısı oyandı. Elə dedim ki, oyansın, yatmışlar hamısı. Xoş gəldin əzizim. Çox sağ olun. Buyur, zəhmət olmasa əyləş, yerini rahatla. Əziz xanımlar, gözəl xanımlar, xoş gəldiniz bir daha. Ümidvaram ki, hər şey yaxşıdır, hər şey qaydasındadır. Vallahi doğrudan da xanımlarımız hər zaman çox gözəldir, çox baxımlıdır. Adam bilmir ki, kimə baxsın, bir tərif söyləsin. De ki, hər zaman belə gözəl təravətli olasınız. Biz bugün gözəllikdən danışacağıq. Özümüzü çəki düzən verəcəyik. Amma İnari xanım, icazə verin söhbətə sizlə başlayım. Çünki son dönəmlər sanki ümumiyyətlə kosmetologiya sahəsi çox inkişaf edir. Bunu
bizim dəyərli həkim kosmetoloqlarımız bilir, aparat kosmetologiya var, cərrahiyyə yolu ilə müdaxilə edənlər var. Amma təbii yolla qırışların qarşısını almaqdan ötürü və yaxud da ki, üz cizgilərinin vaxtından tez yaşlanmamasından ötürü xüsusi üz gimnastikası var ki, bu bir giriş daha narahat olmayın. Bununla məşğul olarkən sanki müəyyən mimik qırışları aradan qaldırmaq olar. Düzdür, mən dənəməmişəm. Sevdə, bax, bir bazı sənlə danışmışdıq. Üz masajı kimidir? Xeyr, Bu feyz gimnastikası. Feyz gimnastika belə bir xüsusi məşqləri kompleksidir. Bu komplekslə siz belə yaşların dəyişikləri aradan götürə bilərsiniz ki, cüt çənəni, sonra bu... Çənəni neyləyə bilərik, misal üçün? Bu buxaq nahəni deyirsiniz, yoxsa? Bəli. Yəni, bu gimnastika ilə bu buxağı biz aradan qaldıra bilərik. Bəli. Bununla da olar, bunu qaldırmaq, həll etmək olar. Sonra üz gimnastika ilə üzünün avalı yaxşılaşmaq olar. Sonra da burun, dodaq əzələrini həll etmək olar. Belə xüsusi məşqlərin... Baxın, bu alnımızda göz ətrafı, dodaq ətrafı, bu kiçik qırışları bu gimnastikada aradan qaldıra bilirik. Yəni biz artıq bu prosedurlara getməyə bilərik. Bunu mu iddia edirsiniz? Mən bunları necə deyirlər ki, bəli, qaldıra bilmişim. Bəli, etmişəm. Keşke bir şəkil gətirsəydiniz, öncəki və sonraki bir baxıb görərdik, düzdür? Və çox maraqlıdır ki, düz indi istəsəz internetdən araşdırıb baxa bilərsiniz. Çünki həqiqətən də çox hal-hazırda dəbdədir bu. Feyz gimnastikası, üz gimnastikası. Bilirsiniz necə, mən də elə belə başlamamışam ondan məşğul olmaq. Mənim də 35 yaşından sonra 3-cü övladım olmuşdu. Maşallah, heç deməzsiniz sizdən. Sonra da belə oldum ki, gördüm bu zamanda mənim üzümdə başladı yaşla əlaqədar belə bir dəyişmək. Şişkinlik də olmuşdu. Ona görə də mən fikirləşdim, necə bunu həll etmək. Özdə mən istəyirdim ki, belə olsun ki, mənim cizgilərimin necə də var, onlar da belə qalsın, təbii qalsın. Bu mənim üçün çox vacib idi. Ona görə bu metodları mən axtarmışam. Belə bir internetdə üz gimnastika kimi gördüm. Sonra da... Başladınız araşdırmağa. Bəli. Mən fərdi mütəxəssislə keçmişəm, öyrənmişəm. 2 aydan sonra mən gördüm ki, mən əvvəlcədən kimi olmuşam. Bəli. Yəni, özünüzü gəncləşdirmişsiniz. Yeri gəlmişkən kiçik bir məlumat verim ki, deməli, İnara xanım Face Fitness üzrə xüsusi təhsil almış, sertifikatlı olan Face Fitness mütəxəssisidir. Eyni zamanda təhsilini İFA Beynəlxalq Akademiyasında da alıb, yəni bu işin mütəxəssisidir. Güney xanım, siz nə deyirsiniz? Aparat kosmetologiyası ilə məşğul olan dəyərli həkimimizsiniz. Təkcə aparatı yox, inyeksiyon kosmetologiya ilə. İlk öncə çox təşəkkür edirəm, yenidən bu studiyadayam, tamaşaçıları da salamlayıram. Bəli, inyeksiyon və aparat kosmetologiyası ilə məşğuluq. Xanımın dediyi biraz face fitness, face building deyilən bir mövzudur. Onu adətən inyeksiyon kosmetologiyaya müraciət etmək istəməyən, bəli, misal üçün kontrplastika, botulinotaksin inyeksiyalarına müraciət etməyən xanımlar üstünlük verirlər. Yəni, o da üz əzələlərinin kompleks şəkildə məşq edilməsidir. Yəni, məşq edilməsinə yönəlmiş bir prosedurlardır, daima olunmalıdır, yəni ara kəsilmədən. Bildiyimiz ki, necə ki, biz normal idmana gedirik, bəli, üz əzələlərdən düzdür, yəni mütəmmadi olaraq bundan çalışmaq lazımdır. Ən əsası isə əziz xanımlar, burada özəl məqamlardan biri budur ki, indi hər birimiz çox fərqliyik də, kimsə iynədən qorxur, kimsə müdaxilədən qorxur. Çox qorxuram iynədən. Sən nə yaşın var, Sevdə? Sən hələ çox gəncsən. Amma yenə də, yəni fikirləşirəm ki, üz gimnastikası xanım danışır. Maşallah, dərsi də çox təravətlidir. Məncə elə... İndidən başlamaq lazımdır. Məncə də. Valla, sən indi həyat tərzini bilmirəm, düzdür, bilirəm ki, çox belə qayda qanunla, daha doğrusu özünə qarşı çox tərəfkarsan.
Misal üçün məndən soruşsam, mən çox tənbələm bu məsələ ilə bağlı. Yəni bir gün eləyəcəm, sabah eləməyəcəm. Mən daha tez həlli yolunu tapa Çox biləcək. möhkəm iradə lazımdır Ay, sağ ol, bu işi hə. üçün. Əslində mən də eləyəm. Yəni deyim ki, öz üzərimdə əsirəm yox. Baxıram mənim dərim əslində çox qurudur. Hərdən baxıram güzgüyə. İndi payız ayında lap çox quruyur dəri. Amma maşallah özün dərisi çox gözəldir. Amma qorxumdan hərdən nəmləndirici kremlər, bilməm, losyonlar Amma bir istifadə inyeksiyon edirəm. heç bir müdaxilə etməmişsən. Heç bir Aferin, ay etməmişəm. maşallah. Nə qəşəngdə üzlərin var sənin. Ona görə də fikirləşirəm ki, mütləq qulluq lazımdır. O zaman bayaq bir ipucu vermişdim Günel xanım ki, biz bugün, daha doğrusu siz bugün bir çox xanımlarımıza çox maraqlı bir maskanın hazırlanmasını tətbiq edəcəksiniz. Bu maska kimlər üçündür və belə deyək ki, təsiri nədən ötürüdür? Deməli, Xədicə xanım, artıq yay mövsümün yekunlaşdırırıq, payız-qış mövsümünə keçirik. Ən çox müraciət də bu dövrdə olur. Yəni, dərilər artıq, qadınların, elə kişilərin də, yəni dərisi quruyur, istər-istəməz günəşin aqressiv təsirinə məruz qalıb, ultrabənövşəyi şüaların təsirinə məruz qalıb, küləyin təsirinə məruz qalıb, həm çirklənmiş halda, dəri çirklənmiş halda müraciət edirlər, həm də ən böyük problem pigmentasiya, hiperpigmentasiya. Yəni ki, ləkələrlə müraciət edirlər bu dövrdə. Onu aradan qaldırmağını istəyirlər əsasən pasiyentlər. Ona görə də mən bu günləri indi biraz pigmentasiya haqqında da danışarıq. Niyə, nə üçün, nədən yaranır, necə qorunaq O zaman yəni həmən keçək. Əsasən yəni deyirəm, müraciət bu dəqiqə pigmentasiyadır. Dərinin, bizim dərimizin yəni müəyyən bir təbəqəsində melanosit deyilən hüceyrələr var. Onlar da bir melanin fermenti istehsal edirlər və bu ultrabənövşəyi şüalardan bir qədər aktivləşmə baş verir. Aktivləşdikdə melanin daha üst təbəqələrə yavaş-yavaş qalxır və nəticədə hər dəfə bu ultrabənövşəyi şüaların aktiv təsirinə məruz qaldıqca orada bir iz buraxır. Bu izi də biz ləkə formasında görürük. Dərinin müəyyən nahiyələrində ola bilər, hətta bütün üz nahiyəsində ola bilər. Təsəvvür edin ki, bir ağ vərək götürürük və qələmlə onu bir xət çəkirik, pozuruq. Axırda onu nə qədər də pozsaq, o iz orada qalacaq. Yəni ki, belə bir misal da göstərə bilərik. Onun çıxış yolları müxtəlifdir, amma əsas profilaktika daha yaxşı olar. Bir də çillər çox Çillər də elə pigmentasiyanın, yəni ki, bir növüdür. Bir növüdür, yəni o da orada melanin ifrazının aktivləşməsi ilə əlaqədar olan bir prosesdir. Amma yəni çıxış yolu var əlbəttə ki, bəzən 100% həll etmək mümkün olmur. Çünki həddindən çox dərinləşdirirlər bu vəziyyəti, sonra müraciət edirlər. Amma adətən tamamilə aradan qaldırmaq olur. Amma yenə də deyirəm, ən yaxşı yol profilaktikadır. Əgər hamımızda, yəni birində çox meyil var, pigmentasiyaya, birində bir qədər azdır. O dərinin xüsusiyyətindən asılıdır, dərinin bugün vəziyyətindən hazırlayacağınız asılıdır. maska bu profilaktika üçündür, yoxsa konkret olaraq ləkələrin aradan qaldırmaq üçün? Əgər, misal üçün, orada təkcə ləkə üçün deyil, mən elə seçmişəm ki, düzdür, bir nüansı qeyd edim ki, üstünlük verməsinə gəldikdə, mən hazır və profesional maskalara üstünlük verirəm. Yəni, tətbiq etdiyimdə adətən odur. Çünki onlar allergik reaksiyalara və digər xüsusiyyətlərinə görə artıq testlərdən keçmişdilər. Burada, misal üçün, adil cəfəri, limon, onların da haradasa kiməsə individual olaraq allergik reaksiya vermək xüsusiyyəti var. Yəni, burada göstərməyimə baxmasınlar. Heç o birinci növbədə həkim nəzarəti altında eləsələr daha... Amma hər bir xanım az da olsa öz vücudu ilə tanışdı da, elə deyil. Tanışdı, amma yenə azacıq hazırlayandan sonra bir qədər allergik reaksiyanı yoxlamaq üçün dərinin müəyyən bir nahiyəsini çəkib, bir 15 dəqiqə gözləsə, ən azından özün, belə deyək, qorumuş olar. Hər halda, haradasa göynəmə olsa, qızartı olsa, tətbiq etməyə bilər. Yeri gəlmişkən, siz indi mövsümlə əlaqədar olaraq üzə yaranmış müəyyən ləkələrdən danışdıq. Amma bundan da əlavə, biz həmişə söyləyirik axı, ultrafiolet şüaların qarşısını almaq üçün müəyyən qoruyucu kremlərdən istifadə etməliyik. Eyni zamanda rütubətli bir iqlimdə yaşayırıq, elə deyil. Bakı küləkləri şəhəridir. Bəs üzlərimizi necə qorumalıyıq? Bu haqqında istəyirəm. İstəyirsiniz gələk yavaş-yavaş mətbəxə doğru. Söhbət əsnasında böyle dolu-dolu danışaq. Olar. Zəhmət olmasa gəlin və
Sevda, sən də qatıla bilərsən. Bəlkə hansısa bir sualın Mən varsa. diqqətlə qulaq asıram. Çox maraqlı olacaq. Yeri gəlmiş ki, dəyərli, diqqətli izləyicilərimiz bunun gedişatını yaza bilərsiniz. Çünki sonra veriliş bitir, başlayırlar bir-bir dayrekdə yazmağa. Xədicə xanım, bu maskanın tərifini bir də mənə söyləyərsiniz. Yəni onu bir-bir tezdən YouTube-a girirəm, izləyirəm, onları yazıram. Biraz mənim vaxtımı alır. Odur ki, diqqətli olun. Bunu evdə də tətbiq eləyə bilərsiniz. Əlbəttə, adətən mənim səhifəmdə heç bir maska belə resepti görə bilməzdiniz. Ta ki, bu karantin dövrünə qədər. Karantin dövründə o qədər soruşan oldu ki, artıq maskalar da paylaşası olduq. Yəni, səhifədə də görə bilərlər. Burada, deməli, əsas ingredient mən seçdiyim cəfəridir. Çünki bunu elə belə seçilməyib bu tərəvəz. Çünki tərəvəz, məhz bu cəfərinin tərkibi dəri üçün ən güclü, ümumiyyətlə orqanizm üçün ən güclü antioksidant olan C vitamini ilə zəngindir. Antioksidant da nədir? Antioksidant belə bir antioksidant maddələr elə bir maddələrdir ki, onlar sərbəst radikalları inhibə edir. Sərbəst radikallar da belə deyim, yəni baxanlar hamısı həkim deyirlər, sadə dildə danışmağa çalışacağam. Amma sayəvizdə valla gələnlər artıq bilirlər dedi belə. Sərbəst radikallar da yəni hüceyrəni zədələyən bir maddələrdir. Və bu antioksidant tərkibli məhsullarla biz dərimizin hüceyrələrini qoruya biləriksə, niyə də istifadə etməyək? Tərkibində tiamin deyilən maddə var, iltihab əleyhinə, misal üçün səkkili dərilərdə çox gözəl nəticə verə bilər. Tərkibində kollagen var. Kollagen hansı ki, bizim dərimiz üçün yəni əvəz olunmaz bir maddədir və eləcə də ən bahalı maskaların tərkibi sırf kollagendən ibarət olur. Yəni ki, tərkibi çox zəngindir. Elastin və kollageni stimulyasiya edici maddələr var tərkibində. Ona görə də ən birinci və vacib ingredient mən cəfərini seçmişəm. İkinci ingredientim limon olacaq. Təxminən bir çay qaşığı. Yenə də deyirəm, allergik reaksiyalar ola bilər. Yəni %10% halda. Yəni mütləq dəqiqləşdirsə, sitrus bitkilərinə olan allergiyalar, nəzəri həssaslıqlar yenə özləri üçün proba qoysunlar mütləq. Və limondan niyə istifadə edirəm? Yenə limonun da tərkibi antioksidantlarla zəngindir və eləcə də E, C qrupu deməli vitaminləri ilə zəngindir. Karotin deyilən maddə var ki, həmin o karotin maddəsi məhz pigmentasiyanın qarşısını alır. Yəni melanin sintezini inhibə edir. Çox önəmlidir. Məhz ona görə bunu seçmişəm. Askorbin turşusu ilə zəngindir ki, o da istər-istəməz dərimizin kollagen və elastin sintezini stimulyasiya edir. Və eləcə də xama da bildiyimiz kimi zülallarla, amin turşularla A, B, C, P, və müxtəlif, yəni B qrupu vitaminləri ilə zəngin olan bir məhsuldur bunun üçün. Və bir də görə bilərlər ki, belə bir çox ucuz bir dərman vasitəsidir, belə deyək, A və Y vitaminin, yəni A və Y vitaminin qarışığıdır. Apteklərdə ala bilərlər. Heç bir, yəni bunu elə bir ciddi əks təsir olmayacaq. Yenə sınaq qoyulmalıdır əlbəttə ki. Bundan da bir kapsula götürüb, içini iynə də götürmüşdüm. Həmin o maskanın içərisinə əlavə edəcəm. Yaxşı. Belə. Siz istəyirsiniz prosesə başlayın. Mən isə İnar xanımın növbəti sualı yönəldim. Olar. Birazdan yaxınlaşacağım sizə. İnar xanım, indi biz başa düşdük ki, siz face fitness üzrə beynəlxalq təcrübəli bir mütəxəssissiniz. Mənə maraqlıdır, adi normal masajdan sizin etdiyiniz bu üz gimnastikası nə ilə fərqlənir? Yəni fərqi nədir? Üz gimnastika hər bir əzələrindən işləyir. Bilirsiniz necə? Bizim üzümüzdə iki cür əzələr olurlar. Bunların depressor var. Bu bizim üzümüzü aşağı salır. O çox da necə deyirlər ki, çox Sallaqlıq yaradırmı, ya qırışlar mənə əməl gətirir? Aşağı salır, bizə də lazımdır onu tonlaşmaq, açılmaq lazımdır. Gravitasiya toza səbəb olur. Bəli. Sonra da belə qrup əzələr var, o levatordur. Onlar bizim üzümüzü yuxarı qaldırır. Yaşla əlaqədar bu levatorlar gücü, necə deyirlər ki, itirirlər. Bizim üzümüz də aşağı baxır. Ona görə də lazımdır hər əzələrinin bilmək nə lazımdır. Bilirsiniz, mənə maraqlıdır. Digər bu masajla məşğul olanlar, xanımlar var, ki, bu zamanda çox dəbdədir. İndi bilməm, dəbdədir yoxsa yox. Hər kəs vaxtdaşır, gedin bir üz masajını edeyim. Yəni, bax, o da yaxşı bir şeydir. Kosmetoloji otaqlarda olunan masajlarla
sizin etdiyiniz masajın arasında fərq varmı? Var, Yoxsa demək var. olar ki, Mənim masajlarımın içində bir gimnastika elementləri var. O da çox lazımdır ki, bu elə belə masajları tonuslaşır da bu əzəlləri. Bu gimnastika elementləri, necə deyirlər ki, bizim əzəllərimizi, obyomları onu verir. Ona görə ki, bu yaşla əlaqədar bu obyomları biraz üzümdən itirirlər. Anladım. Tutaq ki, necə ki biz vücudumuzu bu fitnesslə məşğul Həmçinin oluruq, də əzəllərimizi, hə? Düzdür, düzdür. Üzdəki əzəllərimizi möhkəmləndiririk. Bəli. Bu davamlı olmalıdır. Misal üçün, tutaq ki, mən bir il sərasər gecə-gündüz idman zallarından çıxmadım, bu presi yığdım, belə fit bədənə tutaq ki, malik oldum və 2 ildən sonra deyirəm ki, hər şey yaxşıdır da, getməyə bilərəm. Sonra nə olur? Yavaş-yavaş bədən boşalmağa başlayır. İndi üzdə də eyni prosedur mu olmalıdır? Belə baxanda eyni prosedur olur. Ancaq belə qorxmaq lazım deyil. Belə qadınlar var ki, qorxurlar ki, bu gimnastikadan sonra əzələr aşağı daha da boşalacaq. Bu narahat olmayın. Bu vaxtdan asılıdır. Əgər siz bir il onunla məşğul olmuşsunuz, sonra da 2-4 ay sizin üzvünüz necə deyirlər ki, tələbətli saxlayacaq. Bu maraqlıdır. Ümumiyyətlə, inyeksiyon kosmetologiyada elədir, eləcə də aparat kosmetologiyasında da elədir. Yəni ki, pasiyentlər çox vaxt deyirlər ki, indi elədim Günel xanım, birdən sonra eləyə bilmədim, haradasa gələ bilmədim, imkanım olmadı. Mən deyirlər ki, daha pis vəziyyətə düşəcəkləri, elə bir, qətiyyən elə bir şey yoxdur. Həm sizin işdə, həm bizim işdə. Çünki istər-istəməz, uzun müddət ərzində effektin 15-20% mütləq qalıcıdır. Mütləq qalıcıdır və yaxud da nə qədər də düşsə dəri, istər-istəməz sizin öncəki vəziyyətinizə gəlib. Sadəcə siz o vaxtı dondurmuş oldunuz. Öncəki 1-2 il, yəni ki, inyeksiyalara başlamamışdan, prosedurlara başlamamışdan əvvəlki vəziyyətə düşəcəksiniz. Bundan pis heç vaxt ola bilməyəcək. Razıyam. Bu qaydaq Sevdaya. Sevda indi bu yayda tətilə etdin, daha doğrusu. Bu arada bir daha təbrik edirəm. Çox sağ olun. Xoşbəxt olasınız. Çox sağ olun. O qədər həyəcan hissi keçirdim ki, amma düşünürəm ki, Sevdanın həqiqətən də bu aləmdə olan özəlliyi, ona olan münasibət hər kəsdə fərqlidir. Çünki Sevdanı illərdir tanıyıram. Necə var elə də qalıb, sağ olsun. Yəni, heç bir dəyişiklik yoxdur. Xasiyyətində, davranışında və yalnız hər birimizin ən gözəl arzularını sənə ünvanlayırıq. Düşünürəm ki, bütün izləyicilər sənə bunu söylür ki, izləyirik Instagram səhifəndə. Ancaq sənin şad gününə hər kəs sevinir. Bu cütlük bu yay yaxşıdır, istirahət edib ki, bəllidir bu gün parlaq dəri ilə gəlib. Artıq hiss olunur ki, yaxşı dincəlmişsiniz, gəzmişsiniz, tozmuşsunuz. Bəli, keçən il elə bir imkanım olmadı istirahətə, amma bu il alındı. Mən də 10 gün vaxt ayıra bildim və bu dəfə amma fərqli oldu, həyat yoldaşlığı. Əlbəttə, fərqli oldu. Nə gözəl. Və düşünürəm ki, vaxt musiqinindir. Mahnı dinləyək, daha sonra isə söhbətimiz davam edək. Buyurun.
Sənin üçün sevgi nədir? Mənim üçün sevgi, sevməkdir. Ümumiyyətlə, sevgi doğrudan da insanı yaşadan ən önəmli amildir. Doğru, razıyam. Düzdür. Sevgi Bəli. sayğıdır, bir-birinin qədrini bilməkdir, hörmətdir, nəvaziş göstərməkdir, hörmətdir. Yəni o qədər gözəl duyğular var ki, onun içində hər kəsə bu hissləri yaşamağı diləyirəm. Çünki bir qadın əgər sevirsə, sevilirsə, həyatında hüzuru varsa, o hər zaman gözəldir, yaşına baxmayaraq. Düzdür, hər birimiz çox fərqliyik. Kim dərisi daha təravətlidir, kiminki matdır, kiminki çox yağlıdır, kiminki qüsurludur. O qədər problemlərimiz var ki, bitmir. Amma ən əsası onların çarəsi də var. Və şəxsən öz adıma çox şadam ki, indiki zamanənin xanımıyam. Çünki istənilən hər hansısa bir problem olduğu halda biz onu aradan qaldıra bilərik. Yine də söyləyirəm, seçim bizə aiddir. Kim gözləyir cərrahiyyə yoluna üst tutur, kimisi aparat inyeksiyon prosedurlarına üst tutur, kimisi kosmetologiya düzdür. Bəli, mən çox sevinirəm ki, biz hal-hazırda çox gözəl bir devirdə yaşayırıq. Tibb o qədər inkişaf eləyib ki, Saçlarını yığım ki, mikrofonu tutulmasın. o qədər inkişaf eləyib ki, yəni hər bir şey var qulluq üçün, həm üzə, həm vücuda. Ona görə də çox sevinirəm ki, biz çox gözəl bir zamanda yaşayırıq. Tamamilə razıyam. Bəli. Bir də ki, yenə də seçim bizimdir də. Bax, misal Şinara xanım bayaq bir balaca danışdınız, amma mənə çox maraqlıdır ki, ümumiyyətlə hər xanım bunu evdə özü tətbiq eləyə bilər öz üzərində. Əlbəttə ki, əlbəttə ki. Mən bununla da məşğul oluram ki, Yəni öyrədirsiniz eyni zamanda. Örgədirəm. Aha. Bəli, hər adam bunu örgədə bilər. Sonra da evdə, evin şəraitində o oturub. Misal üçün hansı hərəkəti bugün bizə göstərə bilərsiniz? Əlbəttə ki, Bir göstərərəm. özlərinizdə göstərin. Misal üçün, tutaq ki, bu alın qırışlarını bizə əslində çox məxsusdur. Biz xanımlar belə çox emosionalıq da, düzdür. Gözlə, qaşla danışırıq və üz mimikalarımızı şəxsən mən çox, yəni özümdən asılı olmayaraq əmələ gəlir. Və ona görə də müəyyən qırışlar ola bilər. Yəni mən də dondurulmuş deyiləm ki, yavaş-yavaş yaşınızda yaş gəldikcə qırışlar da artır. Siz düz deyirsiniz. Ancaq bilirsiniz necə olar? Danışanda biz belə uşaqlarla danışanda, belə danışmanda prosta nə lazımdır söz deyirik, onlar da başa düşəcəklər ki də. Çoxlu adamlar heç bilmir onun üzündə hansı hiss var. Bilirsiniz, o heç ki baxmır ki, necə adamlar ona baxanda üzündə nə var. Biz çoxlu xanımlar gəzirlər belə üzümdə belə bir qaşqabaqlı gəzirlər. Əslində bu işarə o deməkdir ki, bugün mənim keyfim yaxşı deyil, mənim ürəyimi almalısan. Amma o hər adamda var axı. Məsəl üçün bizim əhvalımız olmayanda necə biz belə üzümüzdə heç bir emosiya olmasın. Bütün botoks olur ki, bütün belə tərpənmir. Aha. Siz də gülün biraz güləndə siz hiss eləyəcəksiniz ki, ayrı bir necə özünü ayrı hiss eləyəcəksiniz. Güləndə bir necə deyirlər ki də bizə beynimizə gəlir ki, bizdə hər şey yaxşıdır. Xoşbəxtlik hormonu gedir. Bəli. Şuur altımıza. Bəli. Və o anda boşuna söyləmirlər ki, təbəssüm, gülüş həyatımızı uzadır. Qısa fasilədən sonra biz artıq bugün ilk dəfə olaraq Məryəm xanım bizə hansısa bir hərəkəti göstərəcək, dəyərli xanımlar. Bunu evdə biz də özümüz, öz üzərimizdə eləyə bilərik, test edə bilərik. Reklamlarımız var. Qarşımızda məqsədlərimizi aparan uzun yollar var. Düzgün yolu seçmək elə də asan deyil. Bunun üçün bəzən hisslərimizə güvənməliyik. Çünki doğru seçimlər bizi uğurlu çıxışa doğru aparır. Həyatımızdakı dəyərlər bizim üçün əsas məsələlərdir. Keşiyimizdə duran qəhrəmanlarımız. Keçmişimizdən miras qalan doğma musiqimiz. Hər zaman güvənə biləcəyimiz insanlar.
Nəsildən nəslə ötürülən ədəbi irsimiz. Köməyə ehtiyac duyduğumuz an bizə uzanan əllər. Bizi qürurlandıran gələcəyimiz. Bu məsələlər həyatımızın əsas məsələləridir. Ən əsas məsələ isə bərabərliyimizdir. Müasir məhkəmə hüquq sistemi və cəmiyyət. Azərbaycanda bu gün vəkillik, müstəqil, hüquqi təsisat kimi öz sözünü deyir, günü-gündən daha da nüfuzu artırır. Elektron məhkəmə sistemi həm hakimlər üçün, həm məhkəmə əməkdaşları üçün, həm də vətəndaşlar üçün əlçatan və asan olmalıdır. Hüquq və mən bu axşam 18:30-da. Paytaxtımızda reallaşan iri tikinti layihələri. Yeni layihə ilə qarşınızdayıq. Yüksələn Bakıya xoş gəldiniz. Mürəkkəb konstruksiyalar və yeni inşaat texnologiyaları Yüksələn Bakı verilişində. Çoxlarını maraqlandıra bilər ki, görəsən bax bu göydələnin fasadı necə yuyulur. Bizimlə qalın ki, bərabər yüksələk. Bu isə nə deməkdir? Biz yüksələ-yüksələ gedirik. Sentyabrın 22-si 21:30-da. Belə dəyərli izləyicilərimiz, qısa reklam fasiləsindən sonra ürəyimiz o qədər doldu ki, mütəxəssiz əlimizə düşər-düşməz həmən başlayırıq onu sual ateşdə tutmağa. Reklamdan əvvəl Məryəm xanım, xahiş edirdim ki, siz bizə o idman hərəkətlərindən birini heç olmasa göstərə bilərsiniz ki, ev şəraitində, əziz xanımlar, siz bu hərəkətlə göz qapaqlardakı bu ətlərin sallanmasının qarşısını ala bilirik, bir də göz kənarı, eləmi? Altını da işləyəcək, sonra bütün bu göz əzələrindən işləyəcək. Əla, o zaman başlayırıq, diqqət. Xanımlar da evdə oturanda, bunu məşq olanda lazımdır ki, güzgü götürsünlər, baxsınlar. Üzərinə baxmaq lazımdır. Baxmaq lazımdır. İndi gözlərlə işləyək və onu hazırlayaq. Necə hazırlayaq? Oturaraq rahatdır? Bəli, rahatdır. Əvvəlcədən biz gözümüzü hazırlayaq, onu tez-tez yumuruq, açırıq gözlərini. Belə qırpırıq? Bəli, qırpırıq. Amma bəlkə büzmürük də? Yox, prosta belə onu qırpırıq. Sonra əllə, böyük barmaqla orbital sümüklərlə belə qoyuruq. Bəli. Mən sizi görmədən danışa bilərəm, siz eləyin. Bunu belə qoyaq. Hər nöqtəni bunu qoyanda 3 saniyə belə basırıq. Çox sıxmırıq. 3 saniyə bir, ara bir basırıq, yoxsa necə? Yox, bastıq. 3 saniyə. 1, 2, 3. Sonra o birisini nöqtəyə qoyuruq. Bəli, bu sümükün altında. Gözlərini yumursuz, belə bir şey eləyirsiniz. Biz onları hazırlaşırıq. Bu da üzüm məncə isinmə hərəkətidir. Öncə. Bunu eləyirik. İnternetdə də var da, qeydiyyatlarında saxlanmasa, girib yazıb baxa bilərlər. Bəli, onu baxa bilərlər. Sonra əllərinizi belə qoyaq onları, qaldıraq biraz. Gözləri də yumuruq. 10 dəfə tez, belə. Sonra da 10 dəfə yavaş. 10 dəfə bunu eləyəndə sonra biz gözlərini aşağı salırıq, 10 saniyə belə tuturuq. Sonra da gözlərin küncləri qaldırmaq üçün əllərinizi belə qoyuruq, biraz qaldırırıq. Yenə də başlayırıq gözünü hərəkətə gətirməyə. Yumub açırıq. Bunu da 10 dəfə
tez-tez eləyirik. Sonra 10 dəfə gözlərini salırıq aşağı, belə də onu tuturuq. Bundan sonra gözlərin altından biz də ondan işləyək, belə qoyuruq. Küncdən biraz onu, necə deyirlər ki, dartırırıq kənara. Belə, çox yox, biraz. Onu da gözlərini düz baxırıq, biraz yuxarı. Onu da 10 dəfə tez-tez eləyirik. Baxırıq. 10 dəfə yavaşca. 10 dəfə də... Çox səbirli adam olmalısın. Mən də çox yaşayacaqsın. Mən onu özü fikirləşdim ki, bu prosedur qətimənlik deyil də. Yəni, nə qədər səbirli görsən sən də, təmkinli olsan da. Səbirli və iradəli olmaqdan başqa, mən düşünürəm ki, indi mən həkiməm, bilirəm ki, xanım hansı əzələlər haqqında danışır, hansı əzələlərin məhz kökünə toxunuş edir. Düşünürəm ki, heç olma bir seans mütəxəssis yanında olmalıdır ki, onu düzgün eləsinlər, düzgün onu hiss eləsinlər. Çünki o sadəcə internetlə falan buradan baxmaqla o mümkün olmayan bir şeydir. Əlbəttə ki, mən yenə üstünlüyü öz işimə verirəm. Mən düşünürəm ki, misal üçün xanım belə bir ümumiyyətlə fikri var ki, botulina toksin inyeksiyaları olunubsa, bu gülə bilmir, qaşı qalxmır, heç bir mimikası yoxdur. Əgər düzgün olunubsa, düzgün nöqtəyə, düzgün miqdarda, düzgün dozada botulina toksin inyeksiyası icra olunubsa, əlbəttə gülə də bilirik. Deməli, bir veriliş var. Ümumiyyətlə, vaxtım olanda mən çox xoş deyirəm belə portret bənzər bir verilişlər izləməyə. Çağla Şəkərin çox adam tanıyır. Türkiyənin çox tanınmış aktrisası, modelidir. Və bir aparıcı ilə maraqlı bir layihədə iştirak etmişdi qonaq qismində və öz xarici görünüşündən danışırdı. Təbii ki, aparıcı soruşur ki, bugünə qədər hansı müdaxilələr olub, cərrahi əməliyyatlar etmişsizmi? Çünki elə qadınlar var ki, sanki illər ötdükcə daha da belə cəzbedici olurlar, çox belə maraqlı görünüşləri olur. Sanki onların üzərində bir əməliyyatlar keçirir. O da etiraf elədi ki, yox, cərrahi əməliyyatı hələ ki etməmişəm, amma kosmetoloji bütün prosedurlardan mən mütəmadi olaraq istifadə edirəm. Bu dərinin təravətləndirilməsidir, nəmləndirilməsidir, botokslardır və sər və ilaxır. Tamamilə doğru söylədiniz, çünki doğru müdaxilə etdikdə əslində qalsa peşəkar həkim, kosmetoloq nə deməkdir? Toxunuşla üz cizgilərində bir dəyişiklik olur və sizi görən insan sanki belə bir sual işarəsi yaranır ki, sən nəsə dəyişilmişsən, amma bilmirəm nə olub. Sadəcə cavanlaşmışsınız. İndiki, hal-hazırdakı hər bir xanım istəyir ki, gözəl görsənsin, təravətli görsənsin. Hansı prosedurlar mövsümlə əlaqədar olaraq biz onları indi tətbiq eləyə bilərik? Prosedurlar, ümumiyyətlə inyeksiyon prosedurları, yəni iynə ilə icra olunan prosedurlara mövsüm fərqi yoxdur. Sadəcə olaraq yayda indi hamının bir qədər başı qarışıq olur, hamı istirahətdə olur. Botokslar deyirlər ki, yayda etmək olmaz, çünki olar. Elə bir nüans yoxdur. Botulina toksin inyeksiyalarını mən hətta sevirəm ki, yay başlamamışdan öncə, yəni ki, bu yaz fəslində edim ki, çünki yayda günəşin təsirindən daha çox mimik aktivliyə məcbur olurlar. İstər-istəməz çox mimikadan istifadə edirlər. Etdikdən sonra əriyir, sonra effekti qalmır. Əriyir yox. Belədir ki, istər-istəməz günəşin əgər günəşlənirsə, xanım, pasiyentimiz yəni günəşlənirsə, bu bir qədər toksinin bədəndən tez çıxmasına səbəb ola bilər. Yəni, çox az faiz halda. Amma bu ona dəlalət etmir ki, biz onu etməyək. Əksinə olaraq etməsə və o bütün yay mimika ilə gəzsə, o mimik qırış statik vəziyyət alır. Statik vəziyyət alır. Bizə lazımdır ki, mimik qırışımız statikləşməsin. Yəni, lazım olan nöqtəyə, lazım olan inyeksiyanı etdikdə həm təbii görünüş, sadəcə olaraq, indi qeyri-peşəkarlar var, onlar elə edirlər ki, inanın ki, o birlər də baxıb qorxurlar, həddindən artıq qaş qaldırmaq, gözlər bərəlmiş vəziyyətdə, yəni mumyalaşmış sifət, bunlar hamısı qeyri-peşəkar işdir. Mən də bütün yayı oturdum, gözlədim ki, gəlsin, ondan sonra gəlim. O zaman bu haqda danışacağıq. Çünki indi növbəti studiya ilə canlı bağlantı eləyəcəm. Çünki Analar Akademiyasının aparıcısı Aytaç xanım artıq yerindədir. Xoş gördük Aytaç. Xoş gördük. Sabahınız xeyir Xədicə xanım. Sizi də çox sağ olun. Təşəkkür edirəm. Yaxşıyam. Sizi görüb hər səhər yaxşı olmamaq mümkün deyil. Qonaqlarınızı da salamlayıram. Biz də səni salamlayırıq.
Bugün nələrdən danışılacaq? Bugün çox maraqlı və efirimizdə ilk dəfə səslənən bir mövzu emosional intellektdən danışacağıq. Ailələrin emosiyalarını gizli saxlaması, yoxsa doğru şəkildə biruzə verməsindən danışacağıq və bir ailə, gənc bir cütlük qonağımız olacaq. Nə gözəl. Bəli. Çox yaxşı, maraqlı mövzudur. Bəli, həqiqətən. Çox təəssüf edirəm ki, Aytaç, mən sənin verilişin başlayanda artıq mən yolda oluram. Belə deyək ki, növbəti günün mövzusu ilə bağlı əməkdaşlarımızla söhbət edirik. Amma yenə də uğurlar. Amma ən əsası Instagramdan səni izləyirəm. Uğurlar diləyirəm. Təşəkkür edirəm. Belə dəyərli izləyicilərimiz, proqramımız bitər-bitməz Analar Akademiyasını izləməyi unutmayın. Bu bizim gənc ailə quranlar üçün çox yaxşıdır. Yeri gəlmişkən Sevda, sən də izlə. Bu sənin üçün də çox maraqlı olacaq və Sevda qızımız bizim inyeksiyon prosedurlardan qorxur. Əslində mən Güney xanımla danışmışam. İndi biz danışdıq o haqda ki, mən müraciət eləyəcəm. Güney xanımın yanına gələcəm. Gələn həftədən mütləq üzə qulluğu üçün. Mən nədənsə düşünürdüm ki, sən heç çıxmırsan o gözəllik salonuna. Düzdür, baxımlı xanımsan. Hər zaman mən də izləyirəm sənin Instagram səhifəndə. Hətta bizim redaktor Aynurla danışanda biz öz aramızda dedik ki, onun siması sanki uşaq təki bir siması var da, baby face. Və istər-istəməz görünür ki, yaxşı genetikası var. Genetika çox önəmlidir. Amma nə qədər də güclü genetikanın olmasına baxmayaraq 18 yaşdan sonra artıq bizdə o hialuron turşusu buxarlanır, kollagen elastin əvvəlki vəziyyətindən çıxır. Yəni ki, istər-istəməz o proseslər başlayır. Və nəyi pisdir ki, indidən başlayıb üzü təravətli saxlamaq, üzün nəm balansını normal vəziyyətdə saxlamaq. Özdə indi bu fasilədə Sevda xanım qeyd elədi ki, üzüm qurudur. Bəli, quruluğun mütləq. Mən də təklif elədim ki, aparatla müayinə edəcəyik, quruluğun təyin edəcəyik dərəcəsi. Prosedurları etmək olar. Ləkələrə qarşı söylədiniz. Ləkələrə qarşı inyeksiyon metodikalar da var. Amma ən çox indi ümumiyyətlə kosmetologiyada o qədər belə yeni texnologiyalar icad olunur ki, hal-hazırda fotogəncləşmə deyilən proseduru həyata keçirmək. Xüsusi aparatdır, lazer texnologiyalarıdır. Aparat vasitəsilə dərinin həmin o bizə lazım olan təbəqəsinə, yəni melanin sintezinə təsir edib pigmentasiyanı azalda bilirik. Ola bilər 1 seansa, ola bilər 3 seansa. Biz onu pasiyenti görəndə artıq ona deyirik ki, neçə seansa sizin ləkəniz gedəcək. Əlbəttə, yaxşı olar ki, paralel olaraq inyeksiyon prosedurlardan, xüsusi mezoterapevtik kokteyllər var ki, hansı ki, məhz pigmentasiya üçün nəzərdə tutulub. Yəni, hiperpigmentasiyaların azaldılması üçün nəzərdə tutulub. Buradan bir sual doğur. Mənə çox maraqlıdır ki, tutaq ki, biz axı onu kənardan müdaxilə edirik, elə deyil. Bu nəmləndirici effekt ola bilər, bu nə bilim hansısa kokteyllər ola bilər. Ola bilərmi ki, vücud alışır artıq, hazıra nazır belə deyək də, sadə dildə desək, artıq özü istehsal etmir. Mən sizi anladım. Deməli, ümumiyyətlə mənim pasiyentlərim bilir ki, mən birinci növbədə yaşı, pasiyentin cinsi, ümumiyyətlə dərisini aparatla müayinə eləyəndən sonra ən sonunda ona nə edəcəyimi qərar verirəm. İndi də qeyd edin ki, yəni Sevda xanıma da dedim ki, çünki preparatlar o qədər müxtəlifdir ki, tutalım ki, 20-25 yaşında xanım kəskin dəri quruluğu ilə müraciət edib. Mən ona ağır biorevitalizant, yəni ki, ağır hialuron turşusu, əsasən bizim dərimizin nəmliyini saxlayan hialurondur. Yəni, 1 molekul hialuron 500 molekul suyu, su molekulasını öz üzərində çəkib qubqa kimi saxlaya bilir. Amma pasiyentin yaşı azdır. Mən ona hər haldakı biorevitalizasiya proseduru ilə müdaxilə məsləhət görməyəcəm. Mən ona öz qanından istifadə edərək plazma terapiya və mənə kifayət edir onun qanındakı, plazmasındakı aktiv trombositlər. Mən onun öz trombositləri ilə sanki bir tikinti materialıdır mənim üçün. Həmin onlarla onun kollagenin, elastinin, hialuron turşusunu stimulyasiya edib istədiyim effekti alacağım. Yəni, özü ilə stimulyasiya. İmmun sistemini yüksəldirsiniz. Yüksəldəcəm, bəli, onu işləməyə vadar edəcəm. Amma misal üçün, pasiyent gəlib 45 yaşında, plazma orada bir qədər, yəni nə qədər də istəsəm ki, öz məhsulu ilə müdaxilə, o bir qədər zəif qalacaq. Bu prosesdən sonra üzdə yəqin ki, müəyyən şişkinlik yaranır və yaxud da ki, bir göyərmələr olur mu? İynədən sonra, əlbəttə. Yəni ki, ondan biz deyə bilmərik ki, 100% olmayacaq. Mən pasiyentə öncədən deyirəm ki, və yaxud da daha çox kupirozlu dərilərdə daha çox olur, göyərməyə meyilli. Fikir verirsiniz, baxın. Əlbəttə. Bu qədər evdə oturduq, bu qədər yayıb boş-boşda zamanımızı keçirdik, heç nə bilmədik. Bax, əsəb tutdu mənə indi. Kim onu mənə söyləmişdi ki, yay vaxtı prosedurları etmək olmaz? İnansız, mən də elə onu eşitmişdim. Və ona görə də Parizin gəlməyini gözlədim ki, Güney xanımın yanına gedim.
Prosedur eləyə bilməyəcək, gündəlik olaraq efirdəsin, ən az elə deyil. Bilirsiniz ki, mənim dərim tutaq ki, həssasdır. Mənim ən azı bir həftə lazım olacaq ki, o dəri toparlasın, özünə gəlsin. Bir həftə vacib deyil. Yəni, bir qədər ehtiyatla müdaxilə edərək, yəni edə bilərik. Və 2 gün sonra siz makyajlı efirdəsiniz. O zaman danışırıq. Sevdi bərabər gəlirik. Cümə günü verilişdən sonra gəlirik. Cümə, şənbə, bazar və birinci gündə hər halda effektində sonra mən sizə söyləyərəm. Bir də Xədicə xanım, xüsusi texnologiyalar var. Yəni ki, preparatın yeridilmə metodikaları var. Tutalım ki, mən sizə istifadə edə, ola bilər ki, iynədən istifadə etməyim. Xüsusi küt uclu alətlər var, kanyulə deyilən, indi həkimlər bilir bunu. Sadəcə bir nöqtədən və yaxud da 2 nöqtədən üzə daxil olmaqla həmin preparatı ora, yəni ki, yeridə bilirəm. Siz bunu gözləyirdiniz ki, biz verirsiniz, çağırırsınız da bunu danışasınız. Amma görürsünüz nə qədər inkişaf edib tibb sahəsi. Çox, bəli. Valla boşuna bayaq söyləmədik ki, indiki xanımlar daha çox şanslı. Mən ona görə heç nə eləmədim ki, gözlədim ki, biraz daha. Hələ ki, sənə ehtiyac yoxdur, amma ağıllı doğrudan da davranırsan. Çünki zamanında etmək lazımdır ki, Tanrının bəxş etdiyi bu gözəlliyi biz qoruyub saxlayaq. Nə qədər uzun həyatını uzada bilirsinizsə, nə xoş bizə. O qədər elə xanımlar var ki, əsas yaşlıq onun üzünün cizgilərində deyil, qəlbən gənc olsun, elə deyil. Xədicə xanım, maskanı elədik, biz o haqda məlumat vermədik ki, onun qaydası haqqında. Olsun, danışaq o zaman. Amma o zaman bir də təkrarlayaq. Bax, bu maskanın hazırlanmasını indi bir araya da saxlayaq. Mən oraya cəfəri əlavə eləmişəm, hərəsindən bir qaşıq nəzərdə tutsunlar. Xamadır, limon suyudur və A və Y vitamininin qarışığıdır. Yəni 2 kapsula kifayət edir, hətta 1 kapsula həssas Bu maska üzlərində ləkə əmələ gəlmiş xanımlar üçün çox yaxşı. Pigmentasiyalar üçün, dərini bu yaydan sonra nəmləndirmək üçün, yəni çox Y vitamini dərinin su balansını, yəni dərinin suyun buxarlanmasının qarşısını ala bilir. Ona görə də ideal bir maskadır. Həftədə bir dəfə, axşam vaxtı, xüsusən yatmazdan əvvəl eləsələr daha yaxşı olar. Yaxşı olar ki, yəni ki, üstünlük olar ki, skrabla təmizlənsin, dərinin üst ölü qatı kənarlaşdırılsın, daha sonra maskadan istifadə etsinlər ki, daha keçiricilik yüksək olsun və bir də ki, 20 dəqiqə saxlasalar kifayət edir. Əlbəttə, bir daha qeyd edirəm, allergik test eləsinlər. Qolunuzun bu nahiyəsindən biraz əlavə edib, bir neçə dəqiqə gözləyirsiniz. Əgər qızartı varsa, artıq demək ki, reaksiya gedir. Ki, bunu etməsinlər. Əlavəniz var maska ilə bağlı? Maska ilə bağlı elə bir əlavəm yoxdur. Yenə belə deyim də, yaxşı olar ki, müraciət etsinlər xanımlar. Yəni, konsultasiyalar ödənişsizdir kosmetoloqların. Sadəcə olaraq, dəriyə nə lazımdır, onu bilmək lazımdır. Dəriyə nə lazımdır, nəyə ehtiyacı var dərinin? Bəzən səhv olur maskalar. Misal üçün, indi mən bunu deyirəm nəmləndirmək üçün, pigmentasiyalar üçün. İndi pasientlərin axı bilmirik ki, nəmlik dərəcəsi necədir. Bəlkə daha güclü bir vasitələr lazımdır. Yaxud da ki, dərisində hansı problemləri var, onları qidalandırmaq olmaz. Misal üçün, iltihablı dəriyə, akneli dəriyə heç bir maska ilə müdaxilə etmək olmaz. Yəni ki, mütləq dermatoloqa məsləhəti lazımdır. Qızlar, gəlməyinizə görə çox sevindim. Sayənizdə bir çox şeyləri bilmiş olduq. Bitir veriliş. Aha, yavaş-yavaş görürsə, söhbət maraqlı olanda bax, belə olur, bir göz qırpımında olur. Amma biz mütəmmadi olaraq gözəllik mövzusunu hər zaman aktual olaraq saxlayırıq. Çünki hər birimizin ehtiyacı olur. Biz yenə də görüşəcəyik. Ola bilsin ki, prosedurlardan sonra, yenidən bir müddətdən sonra bərabər burada olaq və artıq o effektlərin təsirindən sizə danışa bilərik. Zaten mən sizin mərkəzinizin çox sevirəm, bəyənirəm. Hamısı peşəkardırlar. Hər birinizə ayrı-ayrılıqda uğurlar arzuyuram. Çox. Xoşbəxt olun, gözəl olun, sağlıqlı olun. Günümüz bax belə gözəl başlasın. Bol ruzi, bərəkət arzulayıram və Sevdanın mahnısı ilə bugünkü proqramımızı yekunlaşdırırıq. Özünüzə yaxşı baxın. Qismət olsa sabah yenidən bərabərik. Bəlkə düşünüb daşınasan, qərar vermək asandımı? Bəlkə bir fikrimi soruşasan, bu heç insanlıqdandımı? Doğruluq özündə yoxsa, başqasında arama gedirsən